Verilən blok sxemdən sual işarəsi əvəzinə hansı şərt verilməlidir ki, R6 və T10 olduqda alqoritmin icrası zamanı 6, 8, 10 qiymətləri çap olunsun? Verilmiş alqoritmə baxırıq. Blok sxemlərlə verilmiş alqoritmdir və burada həm yox, həm də həm budağında R-in qiymətləri çap olunur. Və şərtə biz hə dedikdə belə R-in qiymətini çapa verib əməliyyatı sonlandırırıq. Bu halda biz şərtdə R-i T-dən böyük bərabər götürməliyik. Bunu götürüb alqoritmin icrasını həyata keçirdirəm. R böyük bərabərdir T-dən. Və bizə R-i 6 və T-ni 10 verib. Onda şərti yoxlayıram. R6 və T10-dursa, R T-dən böyük bərabərdir? Yox. Əməliyyatı yox budağı üzrə davam etdirirəm və bu halda R-in qiymətini çapa verirəm. Buradan da çapa verilən qiymətləri yazıram. R-in qiyməti 6-dır, 6-nı çapa verdik. Çapa verəndən sonra R-in qiyməti 2 vahid artır və artıq R-in qiyməti 8 olur. Və dövr edirəm. Bu dəfə də şərti yenə yoxlayıram. Hansı ki, R artıq 8-dir. R T-dən böyük bərabərdir? Yox. Yox budağı üzrə davam edirəm və R-in qiymətini yenə də çapa veririk. 8-dir. Deməli, 8 qiyməti də çapa gedir. Və R-in qiyməti 2 vahid artır və artıq 10 olur. Və şərti yenə yoxlayıram. R-in qiyməti 10-dur və T də 10-dur. R-in qiyməti T-dən böyük bərabərdir. Bərabər olduğu üçün hə deyirik və həyə gələndə R-in qiymətini hansı ki 10-dur, çapa veririk və əməliyyatı sonlandırırıq. Deməli, əgər alqoritmin icrası zamanı 6, 8, 10 qiymətlərinin çap olunmasını istəyiriksə, şərti R böyük bərabərdir T götürməliyik.